Hər kəs salamlar, bugün 15 yanvardır və sizin də bildiyiniz kimi mən artıq demək olar ki 2-3 aydır mən müştərinin Instagram hesabını idarə edirəm və burada əsas məqsəd isə müştərinin Instagram hesabı vasitəsilə müştərinin biznesinə daha çox müştəri gətirməyi hədəfləyirdim və son 1-2 həftə ərzində artıq etdiyim araşdırmaların nəticəsində müştərinin Instagram hesabına necə daha çox müştəri gətirəcəyimlə bağlı araşdırmalar edirdim və artıq bir nəticəyə gəlmişəm və bu nəticələrdən istifadə edib bunu müştərinin Instagram hesabına tətbiq etməyə çalışacağam və bunun digər tərəfində isə mən bir çox müştəri ilə də əlaqə qurmağa çalışıram. Onlarla da əməkdaşlıq edib onlara daha çox müştəri gətirməyə çalışıram və son demək olar ki 1 ay ərzində mən 50-dən çox biznesə DM yazmışam, yəni Instagram DM yazmışam və hamısı da təbii ki rədd cavabı verir mənə. Amma yenə də durmayacağam, yenə də çalışacağam. Çünki bilirəm ki bu nəticələrdən istifadə edib daha çox müştəriyə, daha çox biznesə daha çox müştəri gətirəcəyimi hədəfləyirəm və ümid edirəm ki bunu bacaracağam. Sadəcə daha disiplinli olmalıyam, daha çox çalışmalıyam və digər tərəfdən isə mən bunu YouTube vasitəsilə sizə çəkib göstərməyə çalışacağam. Və indi isə vaxt itirmədən videonun əsas mövzusuna keçmək istəyirəm. Zehni zəiflik gizli düşməndir, çünki bir insan bir işə başlayarkən onun ağlında mənfi düşüncələr yaranır və o insan ağlında bu mənfi düşüncələr onu yavaş-yavaş rahatlıq zonasına düçar eləyir. Məsələn, sən sabah eləyərsən və yaxud da bugün hələ çox boş vaxtın var, yəni rahatlıq zonasına düçar olmalısan və yaxud da TikTokda boş-boş videolar izləməlisən və sonra eləyərsən. Yəni bu cür düşüncələr insanın ağlında dolaşır və bu insan bu düşüncələrə qapılıb rahatlıq zonasına düçar olur və sizin də bildiyiniz kimi zehni zəiflik demək bir insanın bilgisiz olması demək deyil, bir insanın bir işə başlayarkən onun davamlı şəkildə olması deməkdir. Və bu zehni zəiflik isə o insanı davam etməyə icazə vermir. Çünki o insanı rahatlıq zonasına yönləndirməyə çalışır. Və bu zehni zəiflik isə birdən-birə baş vermir. Bu insanı yavaş-yavaş zəiflətməyə doğru yönəldən bir şeydir. Adından da göründüyü kimi zehni zəiflik bədənin yox, zehnin təslim olması deməkdir. Bir insanın boş vaxtı vardır, amma o insan bu boş vaxtını dəyərləndirib ilk addımı atmaq istəmir. Və yaxud da bir insan bir çalışmağa başlayarkən, yəni bir ağlındakı bir ideyanı reallaşdırmaq üçün ilk addımı atarkən, zehni ona başqa-başqa mənfi düşüncələr gətirir və növbəti addım atmağa onun qarşısında bir çətinlik yaradır və o insan da bu çətinliyi gözündə böyüdərək geri çəkilir və rahatlıq zonasına düçar olur. Və zehni zəifliyin də ən təhlükəli tərəflərindən budur ki, zehni zəiflik bizim ağlımızın mənfi düşüncələri söyləyərək bizi yavaş-yavaş rahatlıq zonasına düçar eləməyə çalışır. İnsanlar çox vaxt düşməni çöldə axtarırlar, amma ən böyük düşmən isə öz içlərində olduqlarından xəbərsizdirlər və bu düşmən isə sizin işlərinizi təxirə salır, sizin tez bir zamanda qazana biləcəyiniz bir uğuru təxirə salır. Və bu da təbii ki, sizin də bildiyiniz kimi bu zehni zəiflik adlanır. Siz bir işə başlayarkən, tutaq ki, siz bir işə başlayırsınız və ilk addımı atırsınız və növbəti addım atmaq istəyərkən sizin ağlınızda daha böyük çətinliklər yaranır və siz ikinci addımı atmaq üçün artıq heç bir cəsarət belə etmirsiniz və bu da təbii ki, sizin işinizi təxirə salır, sizin gələcəkdə qazanacağınız uğuru yavaş-yavaş sizdən uzaqlaşdırır. Və bu təbii ki, uğur qazanmaq istəyən bir insan üçün ən böyük düşmənlərdən biridir. Zehni zəif olan insanlar plan qurar, amma addım atmaz. Çox danışar, amma az edər. Xəyal qurarlar, amma o xəyalı reallaşdırmaq üçün ilk addımı atmazlar. Bir çox şeyi bilmək istəyirlər, yəni öz işləri ilə bağlı bir çox şeyi bilmək istəyirlər, amma o bildikləri şeyi isə tətbiq etmək istəməzlər. Və sizə yenə də bunu söyləmək istəyirəm ki, zehni zəiflik bir insanın bilgisiz olması demək deyil. Zehni zəiflik bir insanın davam etməməsi deməkdir və yaxud da davam etməsinə çətinlik çəkməsi deməkdir. Bəs zehni güclü olan insanlar necədir? Zehni güclü olan insanlar isə heç bir zaman rahat deyirlər. Bir addım atmaq belə həvəsli deyirlər.
Amma onların ağlında sadəcə bir cümləlik düşüncə var. İstəsəm də, istəməsəm də hər gün bu şeyi etməliyəm. Hər gün istədiyim o uğuru qazanmaq üçün hər gün addım atmalıyam. Və təbii ki, onlar bunu çox yaxşı bilirlər ki, əgər ki onlar nə eləyəcəklərini öz zehinlərinə söyləməsələr, zehni onlara rahatlıq zonasına yönləndirər və onlar istədikləri uğurlardan yavaş-yavaş uzaqlaşmış olacaqlar. Və sizə bir reallığı da söyləmək istəyirəm ki, zehni zəiflik birdən-birə yaranmır. Bu şey sizi yavaş-yavaş rahatlıq zonasına yönləndirən bir şeydir. Siz indi bir iş etməyə qərar verirsiniz, amma bu gün etmirsiniz. Sabah da etmək istəyirsiniz, amma heç bir addım atmırsınız. Bir həftə keçir, bir ay keçir, bir il keçir və siz geriyə dönüb baxdığınızda niyə uğur qazanmadığınızı düşünəcəksiniz. Və təbii ki, bu sualın cavabı isə çox sadədir. Siz hər gün təslim olursunuz, hər gün rahatlıq zonasına düçar olub öz hədəflərinizi unudursunuz və təbii ki, burada günahlı olan siz deyilsiniz. Sizin ağlınızda olan mənfi düşüncələrdir. Siz bu düşmənlə hər gün mübarizə aparıb istəyəcəyiniz o uğuru qazanmaq üçün hər gün disiplinli bir şəkildə, yenə də söylədiyim kimi, istəsəniz də, istəməsəniz də hər gün çalışmalısınız. Çünki əsl uğur qazanmaq istəyən bir insan istəsə də, istəməsə də hər gün addım atmaq istəyən bir insandır. Bu videonun da son sözü olaraq söyləmək istəyəcəyim şey odur ki, sağ olun, özünüzə yaxşı baxın, hər gün disiplinli bir şəkildə çalışmağa başlayın.